Hər birinizi salamlayıram. Bugün növbəti canlımızdır və mövzumuz isə qeyd etdiyim kimi özünü tanımaq, özünlə münasibəti dərinləşdirmək ilə bağlı olacaq ki, özünü tanımaq üçün nələr etməliyik, nələr edə bilərik. Bu haqda özümdə çox qəşəng qeydlər aparmışam və qeydlərimi sizlərlə bölüşəcəm. Eləcə də kitab tövsiyələrim var və həmçinin də suallarınızı da qeyd edə bilərsiniz. Ümumiyyətlə, özünü tanımaq prosesi çox uzun və dərin bir prosesdir. Yəni, düşünürəm ki, insan hər yaşında, yəni istənilən bir dövrdə, istənilən bir periodda özünü tanımaqla bağlı, bir növ belə deyək də, özü ilə bağlı fərqindəliklər əldə edir. Yəni, özü ilə bağlı bilmədiyi şeylər ortaya çıxır. Bu, situasiyadan situasiyaya görə dəyişən bir şeylərdir. Bəzən pis adlandırdığımız hər hansı bir faciə və pis hadisələrdə belə bizim özümüzü tanımağımız üçün, yəni bir növ özümüzdə olan o potensialı ortaya çıxarmaq üçün bəlkə də nələrsə əldə edirik. Çünki bizim beynimiz bir qədər tənbəlliyə meyillidir. Ona görə də daha çox rahat və bildiyi yolla getməyə meyillidir. Dolayısıyla həyat bizə bəzən çətinlikləri, problemləri ona görə gətirir ki, biz daha da dərinləşə bilək və potensialımızı ortaya çıxara bilək. Bəzən qorxulardan qaçsaq belə, o qorxu anında müəyyən bir bacarığımız ortaya çıxır. Və özünü tanımaq məsələsinə gəldikdə isə düşünürəm ki, bunun bir növ ən yaxşı vasitələrindən, üsullarından biri də yazmaqdır. Buna səhər vərəqləri də demək olar ki, mən uzun müddətdir ki, özümdə, öz həyatımda tətbiq edirəm. Demək olar ki, telefonumun qeyd hissəsi və ya da ki, dəftərlər olsun, yəni ki, çoxlu qeydlər aparıram, yazıram. Hətta bəzən olur ki, özümdə WhatsApp-da və ya Telegramda belə deyək də, qrup açmışam və özümlə fərqindəliklərimi paylaşıram. Yəni, ümumiyyətlə, çox belə bir növ belə deyək də, özümdən çox dərin bir ünsiyyətdəmi deyək, əlaqədəyəm. Səhər vərəqlərini niyə görə tövsiyə edirəm? Səhər vərəqləri ümumiyyətlə morning pages də belə deyək. Bu çox məşhur bir metoddur və bu Sənətçinin Yolu kitabında. Bu kitabda deməli, səhər vərəqləri qeyd olunub və burada bir növ özümüzlə bağlı çox dərin aydınlanmalar yaşaya biləcəyimiz bir kitabdır. Sonda kitab tövsiyələrimi onsuz verəcəm. Səhər vərəqləri daha çox bu kitabda deməli öz yerini alır və mənim eləcə də belə deyək də, mənim mentorlarımdan da bir növ mentorlarımın mənə tövsiyə etdiyi metodlardan biri də free writing-dir. Free writing-lə bağlı özüm Telegram kanalımda bununla bağlı podcast yazmışam, eləcə də free writing sualları da tərtib etmişəm və orada da paylaşmışam. Yəni Telegram kanalıma keçid edib oradan da baxa bilərsiniz ki, free writing necə gedir ümumiyyətlə. Yəni bildiyimiz sadəcə bəzən yazmaqdır. Yəni bu an tutaq ki, çox qəzəbli və kədərli hiss edirsən. Sadəcə bunu yazmaqdır ki, niyə görə qəzəbli və ya kədərli hiss edirsən? Çünki hisslərimizin kökündə nə yatır? Düşüncəmiz. Nəsə bir düşüncə ağlımıza gəlir və həmin o düşüncəyə bir növ duyğunu proyeksiya edirik. Bu şəkildə yaranmış olur və daha sonra da o da davranışımızda öz əksini tapır. Daha sonra tövsiyə edə biləcəyim metodlardan biri də, metod demək ümumiyyətlə də, bəzən sadəcə səssiz qalmaqdır. Yəni, özümüzlə vaxt keçirmək, həqiqətən də kənar yəni nə kimi səslər varsa, insanlar varsa, onlardan izolyasiya olmağı, özümüzlə vaxt keçirə bilmək.
Bu çox önəmlidir. Həqiqətən də öz bədənimizi dinləyə bilmək, hətta buna bədən skanı da demək olar. Body scan ümumiyyətlə çox məşhur metodlardan biridir ki, bu da fərqindəlik qazanmağımız üçün çox önəmlidir. Sadəcə yəni otururuq, nəfəs alırsan və nəfəs alıb nəfəs verib nəfəsimizlə dərinləşdirik və daha sonra isə deməli, yəni ayaqdan başlayaraq düz, yəni başımıza qədər bütün hissələrimizi, yəni orqanlarımızı hissə başlayırıq və fokuslanırıq ki, harda hansı hiss, ağrı və ya duyğu var. Bunların fərqinə varıb bunları yaza bilərik. Ki bunları qeyd etdikcə ümumiyyətlə insan artıq daha çox fərqinə varmağa başlayır. Nəfəs ümumiyyətlə burada çox önəmlidir. Çünki belə deyək də, nəfəslə bizim özümüzlə əlaqəmiz çox güclənir və nəfəs ümumiyyətlə fərqindəliyə gətirir. Məsələn, panik atakdır, təşviş zamanı, bu kimi və ya stres anlarında biz nəfəs alıb nəfəs verdikcə artıq özümüzə gəlməyə başlayırıq. Elxan, istəyirsənsə birazdan qoşula bilərsən, maraqlı təcrübə olar. Mən sadəcə burada qeydlərimi bir növ demək istəyirəm. Daha sonra sual-cavab hissəsində səndən istəsən, əgər canlı eləyə bilərik, yəni sən də canlıya qoşula bilərsən. Və belə deyək də, bizə uşaqlıqdan ötürülmüş bəzi şeylər var ki, hansı ki, malı-məlilər, bəzi etiketlər, bəzi rollar, məsuliyyətlər. Nə qədər ki, bunlar var həyatımızda, o qədər də yəni biz özümüzdən uzağıq. Sualını deməyə cavablandırıb, bunu necə rutin edək? Bu, məsələn, baxır Elxan, sənin planlamana və ya da ki, gündəlik işlərimin ağırlığına mı deyək? Yəni, məsələn, sən boş vaxtların nə vaxt olursa, o şəkildə bir vaxt ayıra bilərsən ki, məsələn, boş vaxtında və ya nahar fasiləsindəki işləsən belə işdə ən azından nahar fasiləsi olur da. Nahar fasiləsində və ya bəzən avtobusda gedərkən belə fərq etmir. Yəni biz bunu nəfəs alaraq, yəni özümüzə dönərək bu şəkildə də yəni bir rutin halına gətirə bilərik. Məsələn, mənim yadımdadır ki, mən işlədiyim dönəmlərdə belə, məsələn, nahar fasilələrində bunları eləyirdim və ya məsələn, metroda gedərkən, məsələn, mənim iş yerim evə bir qədər uzaq olduğu üçün metroda belə kitab oxumağa, podkast dinləməyə vaxt ayırırdım və bunu bu şəkildə bir rutin halına gətirmişdim. Çünki mənim üçün çox önəmlidir ki, mən vaxtımı çox dəyərli bir növ, yəni faydalı işlərlə təmin edim, yəni ki, faydalı işlər görüm. Çünki heç bir halda gün sonunda özümə aid bir şey etməmək məni çox qane etmirdi. Hətta bir çox hallarda özümə bir növ vaxt ayırmadıqda, inkişafıma nəsə qatqı olacaq bir şey etmədikdə mən yata bilmirdim, gərgin ola bilirdim. Bu da bir qədər mənim dəyərlərimlə əlaqəlidir ki, çünki mənim üçün özümlə əlaqə qurmaq, həqiqətən də günümü faydalı işlərlə, faydalı nələrlənsə, yəni bir növ keçirmək mənim üçün çox önəmlidir. Və dediyim kimi, yəni nə qədər ki, məcburiyyətlər var həyatımızda, məcburiyyətlər olduğu təqdirdə bizim özümüzə dönməyimiz, özümüzü tanımağımız bir qədər çox çətinləşir, çox təəssüf ki. Ona görə də, çünki cəmiyyət bir şeylər var da, yaxşı qız, yaxşı oğlan etiketləri və ya da ki, məsələn, sizin ailədə hansı, neçənci övlad olmağınız da çox önəmlidir. Bir çox hallarda, məsələn, ailənin böyük övladı məsuliyyətin çox hissəsini o götürməli olur. Yəni, ondan sonra əgər balaca uşaqlar varsa, çox böyük ehtimal bir növ sevgidən, qayğıdan, diqqətdən kənarda qalır və fədakarlıq, xilaskarlıq bu kimi rollara bürünür. Və o təbii ki, müəyyən bir müddətdən sonra, yəni o yetkinlik dövründə, gənclik dövründə bir qədər çox çətinliklər yaşayır. O qədər ki, daha çox cəmiyyətin şərtləndirmələri ilə hərəkət edir. Məsələn, balaca uşaqlar
daha çox kaprizli olurlar, daha çox aqressiv və öz sözlərini keçirməyə çalışırlar. Böyük uşaqlar isə bir qədər bunlardan kənarda qalır və daha çox fədakarlıq roluna bürünürlər. Məsələn, bunu həm real həyatdan da görə bilərik, bir çox filmlərdən də görə bilərik ki, bu çox belə deyək də, mənə elə gəlir ki, çox önəmli bir nüansdır ki, ailədə neçənci övlad olmağımız. Daha sonra isə özümüzlə nə qədər barışıq, yəni ki, özümüzdə mənfi və ya müsbət tərəfləri, nə qədər yəni ki, bunları bölürük özümüzü və bunları görə bilirikmi, zəif, çatışmayan cəhətlərimizi. Burada məsələn, SWOT analizini məsləhət görə bilərəm ki, SWOT analizi nəticəsində bizdə zəif və ya çatışmayan cəhətlərimiz varsa, onları gücləndirməyə fokuslana bilərik və təbii ki, belə deyək də, müəyyən bir müddətdən sonra isə artıq istər-istəməz bizdə özgüvənli olmağa gətirib çıxaracaq. Daha sonra qeyd etdiyim bir maddə var. Bir də özümüzlə olan münasibətimiz, yəni ki, belə deyək də, özümüzlə olan münasibətimiz nə qədər yaxşıdırsa, çöldəki insan münasibətimiz də o qədər olur. Yəni, belə deyək də, bizim özümüzlə olan münasibətimiz bir növ çöldəki insanlarla olan münasibətimizə də yansıyır, özünü göstərir. Vizuallaşdırma ilə bağlı sual verim sənə, İlxan. Vizuallaşdırma təbii ki, olar. Yəni, vizuallaşdırma bir növ... Yəni, beyin bir şeyə ən birinci inanmalıdır və inandırmaq üçün biz bir çox hallarda vizuallaşdırırıq onu. Vizuallaşdırmaq, təsvir eləməkdən həm sənin yaradıcı bir növ sağ beynin inkişaf etmiş olur, həm də ki, onu vizuallaşdıraraq ona bir növ daha çox inam bir növ yaratmış olursan. Ona görə də vizuallaşdırmaq çox önəmlidir. Yəni, bir çox hallarda. Belə... Bundan başqa nə eləyə bilərsiniz? Məsələn, mən özüm yoga eləyirəm və yoga zamanı, yoga ümumiyyətlə elə bir, yəni belə deyək də, yoga həyat fəlsəfəsidir, yəni bu bir həyat tərzidir bir növ. Deyərdim ki, yoga çox-çox dərindir və yoga vasitəsilə biz bədənimizin limitlərini aşmağa başlayırıq və bədənimiz həmin o limitləri aşmağa başladıqca, bir növ daha çox elastikləşməyə başladıqca, açıldıqca biz limitlərimizi aşmağa daha çox meyilli oluruq. Ümumiyyətlə, nə qədər ki, biz limitlərimizi aşmağa meyilliksə, limitlərimizin üzərinə gediriksə, yəni qorxularımızın üzərinə gedib limitlərimizi aşa biliriksə, bir o qədər böyüyə bilirik, bir o qədər özümüzü tanıya, özümüzlə dərinləşə bilirik. Məsələn, bir çox hallarda, məsələn, quantum strateji deyilir. Quantum strateji üçün, məsələn, limitləri aşmaq çox önəmlidir. Gündəlik həyatda da, yəni kiçik-kiçik addımlarla, limitlərimizi aşmaqla o həmin istədiyimiz versiyaya çata bilirik. Bunlar çox önəmlidir. Yəni, bəzən elə düşünürük ki, çox böyük bir şeylər lazımdır və ya da ki, böyük uğurların altında böyük addımlar yatır. Yox, elə deyil. Bir çox hallarda, məsələn, ən bir növ məşhur markaları falan incələsək belə, görərik ki, onlar da kiçik addımlarla başlayıb və əllərində olan resursdan başlayıb. Bunlar da çox önəmlidir ki, əlimizdə olan resurslar nələrdir və onları nə qədər qiymətləndirə bilirik. Növbəti sual gəlib, mən oxuyanda bəzən bu ağlımın öyrəşmədiyi üçündür. Bir-birə əlaqə keçmək istəyirəm. Mən oxuyanda başım ağrıyır. Başı ağrıması belə, məsələn, o zehinlə əlaqə ola bilər. Ola bilsin ki, sənin oxumağa qarşı bir müqavimətin var və o müqavimət də baş ağrısı şəklində ortaya çıxır. Burada, məsələn, baxa bilərsən ki, nə qədər oxusan, məsələn, başın ağrıması, tutaq ki, belə deyək də, ümumiyyətlə, kitab oxumağa yeni başlayırsansa, yaxşı olar ki, bir həftə ərzində, məsələn, tutaq ki, ilk həftələr, ilk günlər çox az vaxt ayırasan, 5-10 dəqiqə kimi. Yəni, özünü məcbur etmə ki, zaman-zaman bunları vərdiş halına gətirdikdən sonra istər-istəməz canla başla bir növ bunu eləyəcəksən. Və bir də kitab oxumağın üçün, məsələn, bunu yaz ki, mən nə üçün kitab oxuyuram? Tutaq ki, nə bilim, söz ehtiyatının artması üçün,
dünya görüşünün artması üçün, yeni bilgilər əldə etmək üçün, nə bilim özümün yeni versiyama çatmağım üçün bunun üçün rol oynayır. Hardasa yəni nə qədər məqsədlər yaza bilsən, yəni niyə nə qədər güclüdürsə, o qədər də yəni o müqaviməti bir növ azalda biləcəksən. Və ya da ki, belə deyək də, kitab oxumağı bir növ vərdiş halına gətirməyin üçün bəlkə başqa bir formatda eləyə bilərsən, nə bilim, qrup şəklində oxuya bilərsən. Baxır, yəni sən necə sevirsən, məsələn, tək oxumağımı, qruplanmı, bu şəkildə şey eləyə bilərsən və ya da ki, daha məsuliyyətli olmağın üçün məsələn bir partnyor bir növ seçə bilərsən. O insana deyə bilərsən ki, bir növ gün sonunda ona hesabat şəklində verə bilərsən ki, məsələn, onda insan daha məsuliyyətli olur. Yəni istərsiniz, yəni insan özünə qarşı məsuliyyətsiz ola bilər də, yəni o məsuliyyətdən qaça bilər. Amma başqasına bunu dedikdə isə istərsəniz burada mümkün deyil ki, o məsuliyyətdən qaça biləsən. Yəni çünki əgər bu həqiqətən də obyektiv və punktual bir insandırsa, səndən istərsəniz o yəni belə deyək də, o tələbkarlığı şey eləyəcək, yəni tələb eləyəcək və bu şəkildə də yəni bir növ oxumağı daha rahatlaşdıra bilərsən. Və ya da düşünə bilərsən ki, məsələn, kitab oxumaq mənim hansı dəyərim üçün faydalıdır? Dəyərlərimizlə hizalandırmaq çox önəmlidir. Məsələn, sənin üçün fayda əldə etmək, fayda vermək önəmlidirsə, kitab oxumağı da bir növ dəyərlərlə hizalandıra bilərsən. Və ya bəlkə sənin üçün oxumaq deyil, podkast dinləmək, yəni ki, dinləmək daha yaxşıdır. Metodunu dəyişə bilərsən. Yəni belə bu şəkildə məsələn və ya da ki kitab, məsələn kitab tətbiqləri var ki, hansı ki onlardan istifadə edə bilərsən. Bəlkə vaxtın azlığından ola bilər və ya da ki məsələn oxumağa bir çox insanlar deyir ki, məsələn oxumağa səbrim çatmır. Səbrin çatmır, məsələn bir çox tətbiqlər var, onlardan hansı ki orada xülasə keçirlər, yəni kitabların. Yəni əsas orada o məğzi tuta bilməkdir də. Və bu şəkildə də yəni bir növ özündə vərdiş halına çevirə bilərsən, yəni asanlaşdıra bilərsən. Yəni bunu onu demək istəyirəm ki, bir şeyi yəni asanlaşdırmaq olar. Düşünmək lazımdır ki, məsələn bu məsələni necə asanlaşdıra bilərəm özüm üçün. Belə. Mən harda qalmışdım? Hə. Bir də məsələn dünən bir eğitimdə idim, mindfulness eğitimində. Hansı ki, mindfulness bizim fərqində olmağımızı, fərqində yaşamağımızı öyrədir. Orada belə bir cümlə keçdi ki, diqqət məsələsi. Biz nəyə diqqətimizi veririksə, bir o qədər orada elə bir ki, böyüyürük. Və ona görə diqqətimizi verdiyimiz şeylər və ya da ki, gündəlik bizim gördüyümüz işlər, gündəlik nələrə başımız qarşırsa, bunlara bir baxmaq lazımdır ki, bunlar həqiqətən də mənə xidmət eləyirmi? Yəni, indiki şəraitdə mənim digər versiyama getməyim üçün, mənim həqiqətən də inkişaf etməyim üçün, böyüməyim üçün mənə xidmət eləyirmi? Yoxsa ki, o vərdişlər lazımsız şeylərdir. Və ya nə qədər yəni ki, lazımsız, belə deyək də, işlərə enerji sərf eləyiriksə, vaxt sərf eləyiriksə, bizim üçün lazımlı olacaq, hansı ki, ertələməyimiz gərəkməyən ki, məsələlər, yəni ki, vacib məsələlər var, onlara bir növ enerji çatdıra bilmirik. Burada mənim tətbiq etdiyim məsələn bir məsələ var ki, çalışıram ki, sevmədiyim işləri ilk onları görüm. Məsələn, qorxduğum, qaçdığım, sevmədiyim işlər varsa, onları gördükdə təbii ki, insana bir enerji gəlir. Yəni, bədən bir enerji qazanır, enerji ilə depolanır. Daha sonra isə artıq istədiyim, həqiqətən də canla başla elədiyim işlərə keçirəm. Məsələn, bu şəkildə də bir növ enerjimi balanslaşdıra bilirəm. Bundan da istifadə edə bilərsiniz. Və dediyim kimi, yəni diqqətin nədədirsə, fokusun nəyə verirsənsə fokusunu, orada da inkişaf edirsən və böyüyürsən və ona görə də baxmaq lazımdır ki, mənim diqqətim hazırda nədədir və həmin o şeylər məni inkişaf etdirirmi, yoxsa yox. Belə. Başqa nələr demək istəyirəm? Bir də son olaraq hisslər və yuxular məsələsinə toxunmaq istəyirəm ki, ümumiyyətlə hisslərimiz düşünürəm ki, bizim daxili aləmimizdən, daxili dünyamızdan, yəni ki, ruhla bədənin bir əlaqəsidir və hisslərimizlə əlaqəmiz nə qədər güclüdürsə və ya da ki, belə deyək də, hissimizi bastırmaq deyil də, onu nə qədər yaşamağı seçiriksə, bir o qədər böyüyürük. Və ona görə çox önəmlidir ki,
hisslərimizə ad qoya bilmək, hisslərimizi tanımaq, onlarla dərinləşə bilmək. Məsələn, bir çox hallarda biz hər hansı bir hiss gəldikdə ondan qaçmağı, bu da çox vaxt təşviş və ya qəzəb kimi hisslər olur ki, bunlardan qaçmağı seçirik və daha çox nəyə, məsələn, ola bilər ki, kimsə bunun üçün shoppingə gedir, kimsə ola bilər ki, yemək yeməyi seçir, kimsə ola bilər ki, reelslərə baxır və telefonda scrolling etməyə çalışır. Bunlar hamısı yəni qaçış növləridir və hazırda çox təəssüf ki, bizim yəni daha çox həzzə yönəlməyimiz üçün, yəni qısa müddətli həzzlərə qaçmağımız üçün çox şeylər var. Yəni sosial media olsun, telefon olsun, nə bilim, çöl dünyada əyləncə mərkəzləri olsun və s. və ilaxır, həddindən çox şeylər var və ona görə də insanların bir çoxu ümumiyyətlə daha çox çöl dünyaya fokusludur. Yəni özümüzü tanımaq və dərinləşmək üçün çöl dünyaya yox, iç dünyaya fokuslanmağımız lazımdır. Xüsusən də qadınlar üçün deyəcəm bunu. Çünki bir qadın özünlə dərinləşdikdə və öz içinə döndükdə o sualları tapa bilir. Nəinki də çöl dünyada özünü sübut etməyə, özünün dəyərli olduğunu göstərməyə çalışmaqla deyil. Xüsusən də bu şəxsi münasibətlərində, sevgi münasibətlərində. Ona görə də həqiqətən də bir qadının xoşbəxt olması üçün, o qadız, yəni tanrıça olması üçün öz içinə dönməsi çox önəmlidir. Başqa, yuxulardan danışacağam, onu da qeyd edeyim. Yuxularımız nədən xəbər edir? Yuxularımız isə bizim şuuraltımızdır. Mən özüm məsələn artıq uzun müddətdir ki, yuxularımı yazıb onları analiz edirəm. Bunun üçün ChatGPT-dən də istifadə edə bilərsiniz. Orada məsələn Jungun bir növ fəlsəfəsinə görə, eləcə də Sigmund Freud'un onun da yuxu analizi var. O şəkildə məsələn analiz edib, məsələn yuxularınızda bir növ oradakı o açar məqamları görə bilərsiniz. Çünki orada müəyyən bir hisslər var, hansı ki gün ərzində əslində o hisslər gəlir, amma biz bəzən olur ki o hissləri qaçırırıq, yəni bir növ